Anaların hamısını tanıyırıq. Bəlkə də dünyada bütün analar uşaq deyəndə qorxuram, ürəyi rəhmə gəlir. Düzdür? Uşaq deyir, ana qorxuram. Bu qorxuram sözü ananın dilini qəlbini rəhmə gətirir. Tez bağrına basır. Uşaqlarımız qorxanda deyir, qorxma, qorxma. Allah ana qədər deyil. Sual verirəm. Deyəndə ki, qorxuram, Allahın 100 rəhməti var. Deyib, bir rəhmətini dünyaya verib, bütün anaların arasında bölünüb. Dünyada nə qədər rəhmət var, Allahın rəhmətinin 1%-idir. 99'un qiyamətə saxlayır və özünü də saxlayır. Allah bu qədər rəhəmlidir. Deyən, ay Allah, qorxuram evlərimdən, evimi yıxacaq. Qorxuram dedikcə Allah deyir ki, qorxma, qorxma, qorxma mənim bəndəm. Gör Allah nə inir sənlə. Bir sən hansı Allahdır? İmam Hüseyni sənə görə qətligaha göndərən Allah. İmam Hüseyni göndərib ki, get şəhid ol, tikə-tikə doğuran ki, bunlara nicat verəsən. Hüseynini sənin üçün verən Allah.